Salam, mən Laçın rayon 15 nömrəli tam orta məktəbinin şagirdi Şirəliyev Rəsul. Mən Novatek komandasının Haykap layihəsi üzrəndə işləyirik. Novatek komandasının belə bir ideyası var, Hike Up. Hike Up dağlara yürüşlərə və yaxud ümumiyyətlə yürüyüş zamanı insanın fəaliyyətini daha da rahatlaşdırır. Bizim əsas məqsədimiz burada restoranlar, büdcetinizə uyğun olaraq restoranlar və otellərin tapılmasıdır. Hətta siz yürüyüş zamanı görün, haraları seçə bilərsiniz, haraları gəzə bilərsiniz, oraları göstərir. Mən Ordubad rayon Məhəmməd Tağı Siddiq adına 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Cəfər Səfərli Ramiloğlu Novatek komandasının təqdimatçı üzrə təqdimatı hazırlamaq mənim işim idi. Təqdimatı dünən bitirdim. Demək olar ki, hər şey yaxşıdır. Yoldaşlarım kodu və dizayn etdi dedikləri kimi. Məncə layihəmiz çox yaxşı ideyadır. Ümid edirəm ki, yer tutmaq şansımız yüksəkdir. Hüseyn Alrızayev, Şəmkir rayon Kür qəsəbə İskəndər Azizov adına biz sayılı tam orta məktəbdən qatılmışıq. Bizim məqsədimiz odur ki, insanlar ağac almaq istəyirsə bizim saytımıza yönəlsin və bizim reklam elədiyimiz sayt yerli mağazalardan insanlar getsinlər, oradan ağac alsınlar və o ağacların ya məhəlləsinə, ya insanlar öz ölkəsinə xeyirli mənada meşələrə əksinlər və yaxud da parklara əksinlər. Salam, adım Məhəmməd Abdulladır. 9-cu sinif şagirdiyəm. Gənc Sədadlar liseyindən gəlmişəm. Mövzu üzrədir. Biz ekologiya mövzusu üzrə işləyirik. Ekologiyaya aid bir veb-sayt yaradırıq. Əsas veb-saytımızın ideyası gənclər arasında müxtəlif tədbirlərdə iştirak etmək üçün onları maarifləndirmək, onları Azərbaycan ekologiyasına daha da yaxından tanışdırmaq. İnsanlar arasında ekodost düşüncəsini yaratmaq. Komandanızın adı necə? Green Bodies, yəni yaşıl dostlar, ona uyğun da yaşıl geyinmişik. Mən fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Əlizadə Gülay. Layihəmiz turizm sahəsindədir. Layihəmizdə istifadəçi saytımıza daxil olur və özünə uyğun bir tur seçir, axtarışa verir öz büdcəsini, neçə günlük tur istəyir və daha sonra isə bu turu tamamlayır, tura gedir və dağa çıxır və dağa çıxdığı hündürlüyə əsasən xallar qazanır. Daha sonra isə növbəti turlarda bu xalları endirimlərə çevirir. Turizm problemini biz həll edəcəyik. Salam, mən Mehdi Ağasiyev, Lənkəran şəhər Səid Kazımov adına 6 liseyin 9-cu sinif şagirdiyəm. Siz insanlara nə vəd edirsiniz ki, biz sizə bu vəd veririk, siz bizim saytdan istifadə edin. Bəzi şirkətlər hesablama işləri edərkən çoxlu səhvə yol verilir və buna görə büdcələr ziyana düşür. Biz də bu hesablamaları avtomatlikləşdiririk və büdcələrini daha çox saxlaya bilirlər. 145 nömrəli məktəb. Adın soyadın? Əli Abdullayev. Əli, hansı mövzuya müraciət edir? Maliyyə sayt eləmişik indi. Bizim problemimiz odandır ki, bəzi adamlarda elə olur ki, ayın axırında pulları qalmır və biz də kömək edirik ki, necə pulları düzgün istifadə eləmək olar. Necə kömək edirsiniz? Burada məsəl üçün öz yazırsınız, nə xərcləmək lazımdır, nə istəyirsiniz almaq və sizə elə bir yol göstərir bizim saytımız. Bəli. Mən Əli Əkbər Şirinli, həm fənn olimpiadalarında, həm beynəlxalq olimpiadalarda qalib olmuşam. İndi isə burada mentor olaraq fəaliyyətimi göstərirəm. Hazırda 3 komandada mentorluq göstərirəm. Bu bizim 47-ci komandamızdır. Burada da biz onlara dəstək olmaya çalışırıq. Layihələri yaxşıdır, çalışırıq ki, daha da onlara kömək edək, köməklik göstərək ki, onu təkmilləşdirsinlər və bir növ prezentasiya zamanı onlar qalibiyyətə bir adım yaxınlaşsınlar. Adım Nahid Sayevdir. Azərbaycan Dövlət Nefes Universitetinin 4-cü kurs tələbəsiyəm. Əsas sahəm proqramlaşdırmadır və bu sahədə də uşaqlara dəstək olmaq üçün buradayım.